Çində elmi fantastikanı reallığa çevirən mühüm tibbi yenilik baş verib. Neuracal Medical Technology şirkəti tərəfindən hazırlanmış invaziv beyin kompüter interfeysi rəsmi şəkildə təsdiqlənərək kommersiya və tibbi istifadəyə icazə alıb. Bu qərar ölkənin müvafiq tənzimləyici qurumu tərəfindən verilib və texnologiyanın geniş tətbiqinə yol açıb. Yeni implant əsasən onurğa beyni zədəsi nəticəsində hərəkət qabiliyyətini itirmiş pasiyentlər üçün nəzərdə tutulub. Beyinə yerləşdirilən elektrodlar sinir siqnallarını birbaşa rəqəmsal əmrlərə çevirir. Bunun sayəsində istifadəçilər yalnız düşüncə gücü ilə kompüterləri, protezləri və digər cihazları idarə edir. Mütəxəssislərin fikrincə bu texnologiya yüksək siqnal dəqiqliyi və uzun müddətli biouyğunluğu ilə seçilir. İnvaziv üsul sayəsində məlumat ötürülməsi daha sürətli və dəqiq həyata keçirilir. Bu da xəstələrin gündəlik həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.